Salam əziz uşaqlar. Vulkanlar necə yaranır? Ev tapşırıqlarımıza keçirik. Şəklə əsasən vulkanın fəaliyyət növünə uyğun xüsusiyyətləri qeyd edin. A hansı vulkandır? B hansı vulkandır? C hansı vulkandır? Birinci, şəklə baxarkən görürük ki, birinci vulkan yaxın keçmişdə püskürən və hal-hazırda püskürmə fəallığı olan vulkanlardır. Yəni aktiv vulkandır. Uzun müddət püskürməyən, amma gələcəkdə fəallaşma ehtimalı olan vulkanlar isə yatmış vulkanlardır. Demək, B variantı yatmış vulkandır. Uzun illər əvvəl püskürən, lakin hazırda fəaliyyətini itirmiş vulkanlar isə C variantıdır. Növbəti tapşırığa keçək. Uyğunluğu müəyyən edin. Şəklə baxaraq ona uyğun sözləri qeyd edəcəksiniz. Birinci şəkildə hansı vulkan növü, ikinci şəkildə hansı vulkan növü veribdir və ona uyğun bəndləri zəhmət olmasa qeyd edin. Şəklə baxan zaman görürük ki, Azərbaycanda sayı 300-dən çox olan vulkan növü palçıq vulkandır. Demək, birinci cavabımız palçıq vulkanı. Şəkildə də baxanda görürük ki, lava axınları ilə müşahidə olunan vulkan maqma vulkanıdır. Demək, birinci şəkildə gedir. Abşeron yarımadasında ən çox yayılan isə palçıq vulkanlardır. Bugünkü tapşırıqlarımız bu qədər. Dinlədiyiniz üçün təşəkkür edirəm.